Hər birinizi salamlayıram əziz izləyicilər. Növbəti buraxılışımızda sizi xoş gördük. Bugünkü mövzumuz elektrik və elektronika mühəndisliyi və bu mövzu barəsində bizə məlumatı mütəxəssisimiz Elgün bəy Həsənov verəcək. Xoş gəlmisiniz. Xoş gördük. İzləyicilər, mən də salamlayıram və layihənizdə uğurlar diləyirəm. Minnətdaram. Mümkünsə özünüz barəsində məlumat verərdiniz və bu sahəyə necə gəlmisiniz? Mən Elgün Həsənov 10 ildən çoxdur ki, elektronika sahəsində fəaliyyət göstərirəm. İxtisasca metallurq olsam da, uşaqlıqdan elektronika sahəsinə böyük marağım olub. Bu da atamla əlaqəlidir birbaşa olaraq. O özü avtomatika mühəndisidir. Həm də elektrik elektronika ilə məşğul olurdu evdə. Mən də ondan baxıb həvəslənmişəm, öyrənmişəm. Dediyim kimi 10 ildən çoxdur ki, 2012-ci ildən əslində bu sahədə fəaliyyət göstərirəm. 2010-cu ildən 11-ci ilə qədər öz ixtisasım üzrə, metallurgiya üzrə Gəncədə alüminium zavodda elektrolizçi olaraq fəaliyyətə başlamışam, işləmişəm həmən dövrdə 2011-2012-ci illərdə. 2012-ci ildən sonra isə Dövlət Neft şirkətinə, SOCAR-a imtahan verib qəbul olmuşam, avtomatika üzrə. Və elə həmən ildən də qərar vermişəm ki, mən bu sahəni peşəkar səviyyədə öyrənəcəm. Deyə bilərsiniz ki, bəs elektrik, elektronika hara, avtomatika hara? Bunlar bir-birinə yaxın sahələrdir. Radiotexnika mühəndisliyi, avtomatika mühəndisliyi, elektrik mühəndisliyi, elektronika mühəndisliyi bir-birinə yaxın sahələrdir. Mən də o sahədə, avtomatika sahəsində fəaliyyətə başlamışam, amma dediyim kimi həmən ildən də qərar vermişəm ki, elektronika sahəsini peşəkar səviyyədə öyrənəcəm. Niyə? Çünki o sahəyə böyük həvəsim olub həmişə, uşaqlıqdan. Ola bilərdi, məsələn, universiteti yenidən ali təhsil ala bilərdim o sahədə, amma vaxt yox idi. İş və yeni bir təhsil çətin gələcəkdi mənə. Amma qərar verdim, xarici universitetlərin, Türkiyə universitetlərinin xüsusilə materiallarından istifadə edirdim. Ümumiyyətlə, ümumi kütlə üçün nəzərdə tutulmuş kitablar var elektrik, elektronika sahəsində. Onları alıb oxumağa başlayırdım. Belə-belə artıq 2017-ci ilə qədər SOCAR-da işlədim. 2017-ci ildən sonra isə öz şirkətimizi qurduq. Sumax Technologies adlı şirkətdir. Azərbaycanda yerli istehsalla məşğul olan bir şirkətdir. Sıfırdan özümüz cihazlar layihələndiririk və istehsal edirik. Proqram təminatını, cihazların özünün hazırlanması və s. özümüz məşğul oluruq. Və eyni zamanda da 2017-ci illərdən də elektronika mühəndisliyi üzrə təlimlər keçirəm. Növbəti mərhələlərdə, növbəti suallarda indi o mövzulara da toxunarıq yenə. Elektronika və elektrik sizin üçün nədir və sahə üzrə bilik və bacarıqlar, lazımi təcrübə sizə görə nə deməkdir? Elektrik, elektronika, xüsusilə mən elektronika sahəsində, bayaq kamera arxası söhbətimizdə də qeyd elədim ki, Azərbaycanda əvvəllər elektronika, elektrotexnika, radiotexnika, bu kimi fənlər bir yerdə səsləndirilirdisə, son illərdə dünya standartlarına uyğun şəkildə elektrik və elektronika başlığı altında gedir bunlar. Mən və o elektrik, elektronika bölümü altında müxtəlif sahələrə bölünür yenidən. Mən də orada o kateqoriyada elektronika sahəsindəyəm. Son dövrlər isə həm də radiotexnika sahəsindəyəm. Elektronika ətrafınızda gördüyünüz və istifadə etdiyimiz mikrofon, saat, kamera, işıq, kondisioner və s. ətrafınızda gördüyünüz bütün elektron cihazları layihələndirən, onları istehsal edən, bizim istifadəmizə qədər gəlib çatan bütün o istehsal prosesində əsasən elektronika mühəndisləri iştirak edir. Yəni gördüyünüz bütün cihazların var olmasında əsas rolu elektronika mühəndisləri oynayır və onlar bir elektronikadan ibarətdir. Bilik və bacarıqlara gəldikdə isə yəni bu sahədə özünü görən xüsusilə abituriyentlər, abituriyent olmasın, universitet tələbələri, məzunlar belə əvvəlcə bu sahəyə həvəsi olub-olmadıqlarını müəyyənləşdirməlidirlər. Bu da çox asandır. Əvvəllər çətin olsa da, indi internet dövrüdür və internetdən bu sahə üzrə çox geniş məlumatlar əldə edə bilərlər. YouTube kanalları, blog səhifələr və s. Əvvəlcə müəyyənləşdirməlidirlər ki, bu sahəyə həvəs və maraq varmı? Həmçinin qeyd eləmək istəyirəm burada, artıq çox sayda təlim mərkəzləri, kurslar da var bu sahə üzrə. Yəni, abituriyent
mərhələsi və yaxud da ondan əvvəlki dövrdə də məktəblilər belə kurslara gedərək özlərini sınaya bilərlər orada ki, robototexnika, Arduino proqramlaşdırma, elektronika belə mövzularda kurslar var və o kurslara gedərək özləri o sahəyə nə qədər həvəsli olduqlarını orada müəyyənləşdirəcəklər. 1 ay, 2 ay ərzində artıq biləcəklər ki, onlar o sahədə davam etsinlər yoxsa yox. Bu sahəyə maraq, həvəs o mərhələdə olmalıdır. Daha sonra isə bu sahədə universitet, ali təhsil alsalar çox yaxşı. Aydın məsələdir ki, mümkün qədər çox bu sahədə araşdırmalıdırlar, oxumalıdırlar, yəni dərslərə xüsusilə fikir verməlidirlər. Bununla yanaşı bu sahədə öyrəndiklərini həm də praktiki təcrübə etməlidirlər. Ola bilər ki, universitetlərimizdə praktika biraz az olsun, amma bundan şikayətlənməməli, özləri bundan məşğul olmalıdırlar həm də. Məsələn, mən universiteti bu sahədə oxumasam belə, oxuduqlarım necə öyrəndim, necə bu bilikləri qazandım. Bayaq qeyd elədim, müxtəlif universitet materiallarından və ümumi kütlə üçün nəzərdə tutulmuş kitablardan istifadə edirdim. Xüsusilə də o kitablarda oxuduqlarımı evdə özümə kiçik bir laboratoriya qurmuşdum və orada praktik olaraq tətbiq edərək öyrənirdim. Yəni həm nəzəri, həm də praktik olaraq. Bu şəkildə bu sahədə qazanılan bilikləri daha da möhkəmlətmək və çoxaltmaq mümkündür. Çox gözəl. Sahə məzunları bəs harda çalışa bilər və nə işlə məşğul olurlar əsasən? Mən qeyd elədim bayaq, 10 ildən çoxdur ki, elektronika mühəndisliyi üzrə təlimlər keçirəm. Çox sayda tələbələrlə işləmişim. Xüsusilə mənim tələbələrim universitet tələbələri olur. Amma bəziləri də var, məzunlar da artıq universiteti bitiriblər, hərbi xidməti bitiriblər. İndi bu sahədə işləmək istəyirlər. Xüsusilə universitetdə yetərli bilik əldə etməyəndə kurslara müraciət olur. Artıq hərbi xidməti bitirib gəlib, amma düşünür ki, öz ixtisası üzrə demək olar ki, heç nə bilmir. Amma işləmək lazımdır indi. O yaş dövrünə gəlib çatıb. Amma istənilən yaşda gec deyil, öyrənmək olar. Universitetdən sonra belə öyrənmək mümkündür. Yaxşı nəticə göstərən tələbələrimizi ümumiyyətlə bizim təlim mərkəzində yaxşı nəticə göstərən tələbələri elə birbaşa özümüz yönləndiririk müxtəlif şirkətlərə. Çünki uzun müddət fəaliyyət göstərdiyimiz üçün bu sahədə bizə şirkətlər tərəfindən müraciətlər olur ki, filan bacarıqlara malik namizədlərə ehtiyacımız var. O zaman biz öz tələbələrimizin arasından seçim edib yönləndiririk və yaxud da ki, ümumi olaraq o tələbələrimizdən ibarət kanalımız var, orada paylaşırıq və onlar müraciət edirlər. Bu sahədə perspektiv necədir? Tələbat varmı? Var, bəli. 10 ildən çoxdur bu sahədə fəaliyyət göstərdiyim üçün müqayisə edə bilirəm. Yəni, yeni başlayan biri bir neçə il əvvəl ilə indiki dövrü müqayisə edə bilmirəm, amma mən artıq 10 ildən çoxdur bu sahədə fəaliyyət göstərdiyim üçün müqayisə edə bilərəm. Əvvəl bu sahəyə maraq çox az idi və biraz da əvvələ geçsək, düzdür, o dövrdə yaşamamışam. Mən Sovet dövründə texniki sahələrə, xüsusilə elektrik, elektronika sahəsinə, radiotexnika sahəsinə maraq böyük idi. Amma sonraki dövrdə bu sahəyə maraq azaldı. İndi isə yenidən maraq artmaqdadır. Əvvəl iş yerləri də az idi, bu sahəyə maraq göstərənlər də az idi. Məsələn, əvvəl elektronika üzrə təlim keçən mən və ya bir-iki nəfər məndən başqa olardı. Heç peşəkar səviyyədə kurslar belə yox idi, təlim mərkəzləri belə yox idi. Tələbələr də az idi. İndi artıq çox sayda elektronika mühəndisliyi üzrə özəl kurslar var. Universitetlərdə də, yəni bir çox universitetdə, hətta İqtisad Universitetində belə elektrik, elektronika üzrə qəbul var. Yəni çox belə baxanda biraz əlaqəsiz görünür, amma gördünüz, o universitetdə belə o sahə üzrə artıq qəbul var. Şirkətlər də həmçinin həm dövlət qurumları, yəni dövlətə məxsus istehsal müəssisələri, Müdafiə Sənayesi Nazirliyi olsun, digər müəssisələr olsun, elektronika mühəndisliyi üzrə artıq bizə müraciətlər edirlər. Tələbat var. Əvvəlki ilə müqayisədə çox var. Bu düşünürəm ki, növbəti 10 ildə daha da artacaq. Şəxsən mənim öz tələbələrimdən həm xarici ölkələrdə fəaliyyət göstərənlər çoxdur, həm yerli şirkətlərdə, özəl şirkətlərdə, dövlət şirkətlərində, həmçinin Bayraktar Texnoloji Azərbaycan filialında deyək, orada da işləyən tələbələrimiz var. Bu tələbat getdikcə artır. Yəni
Bəli. Minnətdaram. Əslində növbəti sualımız məhz tələbatla bağlı ki, hansı ki, hal-hazırki tələbatın yüksək olduğunu və gələcəkdə bu tələbatın daha da yüksələcəyini, daha da artacağını qeyd etdiniz. Hal-hazırda isə istərdim tələbatla bağlı bir mövzuya da toxunaq ki, gələcək dövrdə sizə görə süni intellekt tələbata nə cür təsir edə bilər? Necə ola bilər bu təsir? Belə deyim, mən tələbatla bağlı bir öz fikrimi, dəqiq statistika deyil, amma təxmini öz fikirlərimi bildirmək istəyirəm. Bayaq mən qeyd elədim, bir-birinə yaxın bir neçə sahənin adını çəkdim. Məsələn, avtomatika mühəndisliyi, elektrik mühəndisliyi, elektronika mühəndisliyi, radiotexnika mühəndisliyi, bunların içində hətta biraz da xırdalamaq olar, biotibbi texnika mühəndisliyi və s. Bunların içində real olaraq ən çox tələbat, birinci deyərdim ki, avtomatika mühəndisliyinədir. Sonra elektrik mühəndisliyinə, sonra elektronika mühəndisliyinə. Amma fikir versiniz, yenə bir-birinə əlaqəli sahədir bunlar hamısı. Tələbat sıralaması mənə görə bu şəkildədir. 10 il əvvəllə bugünkü günü müqayisə edəndə tələbatın xeyli artdığını mən müşahidə edirəm və gələcək 5 ildə, 10 ildə də bu qatlanaraq artacağına əminəm. Süni intellekt məsələsində isə süni intellekti məsəl üçün ChatGPT olsun, digərləri olsun. Mən şəxsən özüm indiki dövrdə onu aktiv istifadə edirəm və mühəndis dostlarım, əməkdaşlarımız, onlar da aktiv şəkildə istifadə edirlər. Amma yəni əvəz etmək baxımından hələ elektronika mühəndisini əvəz edəcək səviyyədə deyil. Deyərdim ki, peşəkar bir elektronik mühəndisinə assistent səviyyəsindədir. Hansısa hesablamaları daha sürətli eləmək üçün elektronika mühəndisi yəni iş prosesində vaxta qənaət eləmək üçün hansısa proseslərin sürətli aparılmasına kömək edəcək səviyyədədir hələ. Bəli, deyə bilərsiniz ki, mənə belə bir cihaz hazırlamaq üçün sxem tərtib edəcək. Proqram yaz desəniz, onu da yazacaq. Amma onu birbaşa götür və tətbiq et səviyyəsində deyil. Ona görə deyirəm, assistent səviyyəsindədir. Mütləq onun hazırladığını yoxlaya biləcək peşəkar bir elektronika mühəndisi olmalıdır. Yəni, hazırki vəziyyət o səviyyədədir və gələcəkdə də bundan çox fərqli olacağını düşünmürəm. Yəni, hər zaman elə digər sahələrdə də mən elə fikirləşirəm ki, süni intellekt peşəkar insana assistent səviyyəsində olacaq. Bəli, ola bilər ki, hansısa məlumatlara o peşəkardan daha sürətli çata bilsin. Məlum məsələdir ki, onun bazası daha genişdir. Amma onun doğruluğunu, mövcud situasiyaya uyğunluğunu peşəkar müəyyənləşdirməlidir. Bəli. Minnətdaram fikirlərinizi bölüşdüyünüz üçün. Daha bir məsələ də belədir ki, hal-hazırki sahədə deməli məzunlar və universitet tələbələri özlərini necə inkişaf etdirə bilər? Bu ola bilər, məsələn, fərqli metodları qeyd edə bilərsiniz, üsullar ola bilər. Eyni anda hər hansı kitablar, filmlər, yəni sizə görə hansı effektiv üsullar var? Aydın məsələ, birinci ingilis dili sahəsində, yəni dillərini inkişaf etdirməlidirlər. Çünki yerli bazarda, yəni Azərbaycan iş mühitində xarici dil biliklərinin zəif olsa da bir şəkildə vəziyyətdən çıxmaq olar. Amma artıq siz bu sahədə, xarici ölkələrdə fəaliyyət göstərəcəksinizsə, aydın məsələdir ki, xarici dilinizi inkişaf etdirməlisiniz. Daha sonra ən vacib nüanslardan biridir. Mən öz tələbələrimə daim bunu təlqin edirəm. Xüsusilə də mühəndislik sahəsində işləyənlərə bunu daha çox demək və təşviq eləmək lazımdır. Sosiallaşmaq məsələsi. Elektronika mühəndisliyi, proqramlaşdırma, avtomatika mühəndisliyi və s. bu sahələrdə olan insanlar daha az sosiallaşmağa meyilli olurlar, amma bu vəziyyətdən çıxmaq lazımdır və daha çox sosiallaşmaq lazımdır. Sosiallaşarkən də bu sahədə, yəni oxuduqları sahədə olan insanları tapmaq lazımdır. Sosial şəbəkə üzərindən Azərbaycanda olan, xarici ölkələrdə olan, o sahədə fəaliyyət göstərən tanınmış mühəndisləri izləmək, onlarla əlaqəyə çıxmaq, tanış olmaq, görüşmək, müxtəlif tədbirlərə, yəni belə təlimlər, hansısa seminarlar və s. bunlara qatılmaq lazımdır. Bundan başqa öyrənərkən özlərinin qazandıqları təcrübəni, praktiki nəsə bir şey düzəltmiş ola bilərlər və yaxud hansı mövzuda araşdırma etmiş ola bilərlər. Onu
öz profillərində, sosial şəbəkə profillərində, məsələn Facebook ola bilər və yaxud LinkedIn ola bilər, YouTube kanalı aça bilərlər özlərinə və orada paylaşsınlar. Nə düzəltdilərsə, onu digər insanlarla da paylaşsınlar. Bunu tələbələrimə çox deyirəm və tətbiq edib nəticə görənlər də çoxdur. Çünki mən də buna bənzər yolla getmişəm, mən də buna bənzər üsuldan istifadə etmişəm və nəticəni görmüşəm. Ona görə də tövsiyə edirəm. Siz öz düzəltdiklərinizi hazırlayıb öz kanalınızda yayımlayanda, paylaşanda və yaxud nəsə bir məqalə yazanda ilk növbədə siz o mövzunu biraz da dərindən araşdırırsınız. Nəyə görə? Çünki ola bilər, yeni başlayanda bir neçə dəfə ciddi araşdırma etmədən paylaşımlar edirsiniz və tənqidlər gəlməyə başlayırsınız və bu tənqidlər sizi avtomatik olaraq növbəti paylaşımlarınızda, növbəti video çəkəndə sizi daha məsuliyyətli edir və siz daha dərindən mövzunu araşdırırsınız. Bu şəkildə siz həm daha dərindən öyrənmiş olursunuz, həm də insanlar sizi tanımağa başlayırlar. Artıq kimlərinsə yaddaşında siz yaxşı bir elektronika mühəndisi kimi ya da filan işi görməyi yaxşı bacaran insan kimi qalırsınız. O sahədə bir iş olanda dərhal o insanlar sizə müraciət edəcəklər. İstər, yəni freelancer deyə bir anlayış var ya, o heç bir yerdə işləmirsiniz, özünüz sərbəst işləyirsiniz. Yəni freelancer kimi fəaliyyət göstərmək istəyənlər bunu daha çox etməlidirlər ki, o öz işlərini, öz bacarıqlarını nümayiş etdirməlidirlər ki, insanlar görsünlər, tanısınlar. Bu da bir üsul. Minnətdaram. Növbəti məsələ isə sahə üzrə doğru bilinən yanlışlar və miflərdir ki, bir çox insanları təəccübləndirən və ya bu sahəyə gəlməmişdən qabaq inandıqları bəzi məsələlər var ki, gəldikdə daha fərqli olur və bu da onlarda bir növ şoka səbəb olmuş olur əlbəttə ki, sahə ilə bağlı fikir dəyişir. Bunlar hansılardır sizcə? İlk növbədə mən bir şey qeyd etmək istəyirəm. Elektronika deyəndə bu anlayışı biraz dəyişmək lazımdır. Yəni elektronika mühəndisi deyəndə məsələn sizin ağlınıza nə gəlir? Yəni bir çox insandan soruşsaq, təmirlə məşğul olan adam gələcək bir çox adamın ağlına. Elektronika deyəndə televizor təmir edən və yaxud kombi kondisioner təmir edən, onların beynini, maşın beynini təmir edən və s. Bu gəlir insanların ağlına. Amma elektronika bundan ibarət deyil. Elektronika, yəni mən özüm bizim təlim mərkəzimizdə də öyrədərkən tələbələrimizi mühəndis olaraq yetişdirməyə çalışırıq. Yəni yaradıcı insan olaraq yetişdirməyə çalışırıq. Yəni siz sıfırdan bir cihazı layihələndirə bilərsiniz. Yəni elektronika mühəndisi qlobal miqyasda baxsaq, elektronika mühəndisi bir fikri, bir ideyanı cihaz olaraq baxırıq da. Yəni hər hansı bir cihazı, məsələn telefon və yaxud nəsə başqa bir cihaz. Bu əvvəlcə bir fikirdir də. Bunu sıfırdan layihələndirir, onun sxemini tərtib edir, sonra onun çap lövhəsini dizayn edir, sonra onu hazırlayır, montaj edir, proqramını yazır və s. Yəni əslində elektronika mühəndisi budur, yaradıcı insandır. Bu fikri dəyişmək istəyərdim mən. Ki, yəni elektronika deyəndə ağla ilk gələn yalnız təmir olmasın. Təmir də bunun içindədir. Yəni elektronika mühəndisi də bir təmirlə məşğul ola bilər. Hansısa bir istehsal xəttində operator kimi də işləyə bilər. Hamısı ola bilər. Yəni hamısı elektronika mühəndisliyinin bir hissəsidir. Amma Azərbaycanda daha çox təmir sahəsinə təmir sahəsi təsəvvür olunduğu üçün mən bunu bildirdim. Bu fikri bildirməyə özümə borc bildim. Bir də bayaq özünü necə bu sahədə inkişaf elətdirə bilərlər. Mən bura əlavə olaraq bu kitab tövsiyələri falan demişdiniz. İlk növbədə YouTube-da çoxlu kanallar var özünüzdə. Hər sahə üzrə var bu. O cümlədən də elektronika mühəndisliyi üzrə çox sayda YouTube kanalları var. Həm Azərbaycanlı mühəndislər tərəfindən mənim də tanıdığım, mənim də YouTube kanalım var, digər tanıdığım tələbələrimdən də olanlar var. Mühəndis dostlarımızdan o kanalları izləmək, eyni zamanda türk dilində, ingilis dilində, rus dilində, müxtəlif dillərdə xarici YouTube-da belə maraqlı kanallar var. Onları izləyə bilərlər. Orada dərs seriyaları olur. O seriyaları izləyə bilərlər. Eyni zamanda kitablar da var. Azərbaycan dilində də elə burada mən gətirmişəm sizə hədiyyə olaraq. Hər kəs üçün elektronika. 2020-ci ildə mən bu kitabı 5 il bundan qabaq öz təşəbbüsümlə müəllif hüquqlarını alıb, tərcümə edib, nəşr etmişəm. Və də
satışı davam edir. Hər kəs üçün elektronika. Bu və bənzər kitablar, mənim hazırladığım kitab budur. Hər kəs üçün elektronika və bir neçə Azərbaycan dilində başqa kitablar da var. Səfa müəllimin, Səfa Məcidov, onu da salamlayıram buradan. Onun kitabları var. Hətta PDF pulsuz şəkildə yayımladığı kitabları da var. Düzdür, bu kitabın PDF-i yoxdur, kağız formasındadır ancaq, amma əldə edib oxuya bilərlər. A-dan Z-yə elektronikada bütün bir çox mövzuları əhatə edir. İstəsəz izləyicilər üçün göstərə bilərik ustallığını bu şəkildə. Biz yenə də qeyd edərik. İtalyan robototexnik Paolo Aliverti var. Onun bir neçə kitabı var. Bu da onlardan biridir. Electronica per Maker adlı kitabın Azərbaycan dilinə tərcüməsidir. Qeyd edeyim ki, bu kitab 3 dildə var. Deməli, İtalyan dilində, Rus dilində və Azərbaycan dilində. İngiliscəsində yoxdur bu kitab. Hərfi tərcüməsi makerlər üçün, yəni özü düzəldənlər, maker deyəndə o nəzərdə tutulur. Makerlər üçün elektronikadır. Mən Azərbaycan dilinə tərcümə edəndə isə adını dəyişib, hər kəs üçün elektronika şəklində təyin eləmişəm adını. Bunun da səbəblərdən biri, o vaxt mən yeni başlayanda türk dilində bir kitab oxuyurdum. Adı Hər kəs üçün elektronik adlı bir sarı böyük kitab idi. İndi deyəsən yoxdur satışda. O kitabdan çox xoşum gəlmişdi və elə adı da xoş gəlirdi. Kitab özü də çox xoş idi. Bir növ elə bil o mən yeni başlayanda mənim əlimlə tutan kitablardan biri olub deyə elə öz kitabımda da eyni adı istifadə etmişəm. Daha sonra ən əsas mövzu çətinliklər barəsində istərdik danışaq ki, sahəyə gəlməmişdən qabaq əlbəttə məlumat çox az olur. Gəldikdən sonra artıq bunun bizə uyğun olmadığını və ya çətinliklərin çox olduğunu görə bilərik. Hansı ki, gözümüzü qorxuda bilər. Bəli. Çox maraqlı suallardan biridir. Ola bilər ki, elektrik mühəndisləri, avtomatika mühəndisləri müqayisə etdiyimə görə məni qınasınlar, amma mən hər birindən anlayışım olduğu üçün bunu müqayisə edə bilirəm. Bunların içində ən xırdalığı çox olan, öyrənməli olduğunuz çox şey olan elektronika və radiotexnika mühəndisliyidir. Xırdalıqları çoxdur. Çox oxumalısınız, çox təcrübə aparmalısınız. Yəni, öyrənməyə sıfırdan başlayıb iş həyatına atılmaq üçün daha çox vaxt və enerji sərf etməlisiniz digərləri ilə müqayisədə. Əvvəlcədən bu çətinliyi mən deyirəm ki, qoy hamı bilsin. O baxımdan yəni düşünməsinlər ki, kim istəsə rahatlıqla, asanlıqla bu sahəni öyrənə biləcək. O qədər asan bir sahə deyil, çətin sahədir və belə deyək də böyütmək də istəmirəm belə ki, elə öz sahəsini təriflədi, öz sahəsini belə çətinlə öyrənmək falan, uzaqlaşdırmaq da istəmirəm. Əsas burada vacib məqamlardan biri həvəsdir, maraq, həvəs. Yəni, mən bu cihazı düzəldə biləcək, yəni bu cihazı sıfırdan hazırlaya biləcək bir mühəndis olmalıyam. Elə bir həvəsi varsa, o həvəs ona kömək olacaq. Mənə məsəl üçün elə olub. Yəni, uşaqlıqdan bu sahəyə həvəsim olub. Düzdür, deyə bilərsiniz ki, niyə öz sevdiyin sahə üzrə ali təhsil almayıbsan? Çünki mən o vaxtı Gəncədə doğulub böyümüşəm, Gəncədə yaşayırdım və Gəncə üçün ən böyük, ən inkişaf etmiş sənaye obyektlərindən biri, sənaye müəssisələrindən biri Gəncədə fəaliyyət göstərən alüminium zavoddur və hətta deyərdim ki, Qafqazda ən böyük metallurgiya kompleksidir alüminium zavod və həvəs bir tərəfə, həm də işləmək lazımdır, qazanmaq lazımdır. O baxımdan yanlış seçim etməmişdim vaxtilə, valideynlərimin də dəstəyi ilə. Bu yanlış seçim etməmişdim. Metallurgiyanı oxumuşdum, xüsusilə də əlvan metalların metallurgiyasıdır məndə və elə o sahə üzrə də gəldim, Gəncədə işlədim. Amma uşaqlıqdan olan o həvəsim mənim yenidən bu sahəyə qayıtmağıma gətirib çıxardı. O həvəsin hesabı da mən təsəvvür edin ki, 4 ildə vaxt itirmişəm universitetdə, əskəriyə getdim, gəldim. Dedim ki, mən özüm öyrənəcəm bu sahəni. Biri var ki, kimsə öyrətsin, yenə bu biraz asanlaşdırır işi, amma özün tək başına oturub bunu öyrənmək, bu daha da çətin bir prosesdir. Burada mənim yeganə dəstəyim həvəsimin olmalı idi. Yəni, qırılmaz bir həvəs var idi içimdə. Onun hesabına mən öyrəndim və bugün də gördüyünüz kimi elektronika mühəndislərinə, çox sayda elektronika mühəndisinin yetişməsində əməyim olub və hazırladığım kitabda Azərbaycan dilində ən yaxşı tərifləmək kimi olması da ən yaxşılardan biridir. Odur ki, ən vacib məsələ həvəsdir. Çətindirmi? Çətindir.
sadəcə bu çətinliyə dözüb, əziyyət çəkib, oxuyub, öyrənmək lazımdır. Öyrəndiklərinizi təkrar olaraq təcrübə eləmək lazımdır. Qeyd etdiyim kimi sosiallaşmaq məsələləri, bir də müxtəlif müəssisələrdə mümkünsə təcrübə proqramları olur bir çox müəssisələrdə. O təcrübə proqramlarına müraciət edib, yəni sadəcə universitetin göndərdiyi təcrübə proqramında iştirak etməklə kifayətlənməsinlər, özləri də müxtəlif yerlərə müraciət eləsinlər, elə tələbə yaşlarından bu sahədə peşəkarlarla bir yerdə nəsə öyrənməyə çalışsınlar. Mən də ən yaxşı tələbələrimi hər zaman seçib öz komandamıza cəlb etməyə çalışıram. Təşəkkür edirəm. Əslində hal-hazırda qeyd etdiyiniz mövzu məhz ali təhsil mövzusu. Mənim növbəti sualım olacaqdı ki, izləyicilərdən, yəni sizdən gələnlər rubrikasına aiddir bu. Bu da bizdə yeni bir rubrikadır və burada belə bir sual var ki, deməli bu sahə üzrə ali təhsil almaq nə dərəcədə vacibdir və ümumiyyətlə vacibdirmi? Yəni bunu özümüz, siz qeyd etdiyiniz kimi hər hansı bir kursda praktiki fəaliyyət göstərərək, ola bilər təcrübə toplayaraq ya digər hər hansı bir üsul öyrənmək olarmı? Yoxsa məhz uğurlu olmaq üçün və tələb olunan bir mütəxəssis olmaq üçün ali təhsil vacib bir məqamlardandır. Xüsusilə də proqramlaşdırma sahəsində bu fikirdə olurlar. Ali təhsil o qədərdir. Bax, yəni də çevrədə görürəm. IT, proqramlaşdırma kimi sahələrdə olan şəxslər ali təhsilin o qədər də vacib olmadığını qeyd edirlər. Amma mən eyni söz deyə bilməyəcəm. Yaxşı olar ki, bu sahə üzrə ən yaxşı universitetlərdə təhsil alsınlar. Düşünməsinlər ki, elektronikanı elə Elgün müəllim kimi mən də qurdalana özümü öyrənəcəm. Zaten o prosesdə mən özüm çox əziyyət çəkmişəm. Öyrənmə prosesində çox əziyyət çəkmişəm. Əvvəl belə getmişəm, sonra dalana getdiyimi görüb, axıra çatanda sonra geri qayıdıb başqa yolla getmişəm, sonra geri qayıdıb başqa yolla getmişəm. Yəni bir əziyyət çəkmişəm bu prosesdə, öyrənmə prosesində. Amma universitet və xüsusilə də yaxşı universitet, yaxşı müəllimlər sayəsində siz digərləri ilə müqayisədə çox qabağa gedəcəksiniz. Bu sahədə dediyim kimi tələbələrlə çox işləyirəm və ali təhsil alan, xüsusilə də yaxşı universitetlərdə ali təhsil alan, yaxşı oxumuş tələbə ilə digər tələbə arasında kəskin fərq olduğunu özüm görürəm. Bir mövzunu izah edərkən o yaxşı təhsil almış tələbə bir dəfə sözü deməyim kifayət edir. Mövzunu bir dəfə izah eləməyim yetərli olur ki, o artıq başa düşür, mənimsəyir. Praktik olaraq da gördüyü üçün mənim dərslərimdə unutmur artıq o dərsi. Digərləri deyəndə yəni orada da belə deyək də bacarıqlı uşaqlar olur. İndi həyata elə gətirib ki, o sahə üzrə təhsil ala bilməyib, amma indi gəlib baxırsan ki, kursa gəlib, baxırsan çox yaxşı nəticə göstərir. Amma bu az ehtimaldır. Yaxşı olar ki, o sahə üzrə ali təhsil alsınlar, hətta doktoranturaya qədər getsinlər. Yəni, hara qədər gedə bilirlərsə getsinlər. Çox vacibdir. Fərq olur, ciddi fərq olur arada. Öz-özlərdə də öyrənə bilərlər. Həvəsdən salmaq istəmirəm heç kəsi. Mən elə bir nümunəyəm də buna özüm. Öz-özünə də öyrənə bilərlər, amma ali təhsillə çox yaxşı nəticə əldə edəcəklər. İş həyatında da şəxsən mən işə götürən olaraq öz şirkətimizdə ali təhsilə fikir verirəm. Yəni, yaxşı universitetdən məzuna fikir verirəm. Əlbəttə, elə sən filan universitetin məzunusan, keç başda əyləş demirəm. Əvvəlcə müsahibəsidir, imtahanıdır və baxıram ki, yaxşı universitetdə təhsil alan, yaxşı da nəticə göstərir bu prosesdə. Müsbət cəhətdir, belə deyək. Bəli, şübhəsiz, 100%. Müsbətdir. Yəni, bu sahə üzrə yaxşı mühəndis, tələb olunan mühəndis olmaq istəyirsinizsə, ali təhsildə alın, deyirəm hər izləyicilərimizə. Xüsusilə də yaxşı universitetlərdə. Yəni, çalışın, yüksək bal toplayın və bu sahə üzrə daha yaxşı təhsil verən universitetlərdə oxuyun. Təşəkkür edirəm sizə və biz sonuncu sualımıza artıq çatdıq. Son olaraq isə tövsiyələrinizi eşitmək istərdik. Müəyyən bir məsləhətləriniz, əlavə qeydləriniz və ya hər hansı bir
sahəyə getmək istəyən, məzun olan, tələbə olan, fərq etmir, fərdlər üçün nələr çatdırmaq, nələr demək istərdiniz? İlk növbədə universitet dövründən başlayaraq, hətta tələbəlik, məktəbli dövründən başlayaraq öyrəndikləri hər şeyi praktik olaraq tətbiq eləsinlər, həyat sınaqdan keçirsinlər. Bu birinci tövsiyəm. Daha çox oxusunlar, araşdırsınlar eyni zamanda. Yəni sadəcə universitetdə bizə bunu keçdilər, onunla kifayətlənməsinlər. Mütləq əlavə materiallardan istifadə etsinlər. Kitablar ola bilər, YouTube kanalları ola bilər, bloqlar ola bilər. Oxusunlar daim. Yəni sadəcə universitetdə keçilənlərə bağlı qalmasınlar. Özlərini inkişaf elətdirsinlər daha çox və zaten onları digər tələbə yoldaşlarından fərqləndirən də odur. Nə qədər başqa mövzularla maraqlanıb. İndi reklam kimi olmasın, təlim mərkəzlərində seçsinlər, getsinlər sınaq dərsi. Bir çox bizim təlim mərkəzində də, digər təlim mərkəzlərində də sınaq dərsləri olur. Yəni tələbə gedir, əvvəlcə sınaq dərsində müəllimin metodikasını izləyir. Əgər xoş gələrsə davam edə bilər. Yəni o şəkildə getsinlər müxtəlif kurslara və o imkanlardan faydalansınlar. Bəli. O da digər tələbə yoldaşları ilə onları fərqləndirəcək kəskin şəkildə. O kursların əlbəttə community olduğu üçün orada da onlar sosiallaşmaq üçün bir yerdə həm də. Bu təlim mərkəzlərində də müraciət eləsinlər. Onların sürətli öyrənməyinə və bazarın tələbatına uyğun mühəndis olmağına kömək eləyəcək. Təşəkkür edirəm sizə səmimi cavablarınız üçün. Ətraflı hər bir sualı cavablandırdığınız üçün sizə çox minnətdaram. Yəqin ki, indi verilişi izləyəndən sonra, xüsusilə də sizin izləyici kütləniz abituriyentlər olduğu üçün videonun şərh bölməsində də öz suallarını, ola bilər ki, mən vaxt məhdudiyyətindən dolayı müəyyən mövzulara toxuna bilməmişik. Sualları olarsa, mən də söz verirəm ki, elə gəlib orada onların suallarını birbaşa özüm cavablandıracağam. Təşəbbüs üçün sizə minnətdaram. Buyurun. Sizə isə əziz izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Sağ olun.